Her zaman benim gözümün önünde onlarıydı. Ne kadar əzab çektiler, ne kadar əziyyət çektiler ama sınmadılar. Möhkəm durdular. Budur Azərbaycan. Salam İşki Xəbər Info və Inform Xəbər TV sosial şəbəkə izləyiciləri. İsmailli rayonunun Diyarlı kəndindədir çəkiliş qrupumuz. Bugün bizim ikinci şəhid evimiz Orxan Lətiflinin evidir. Onun ailəsini ziyarətə gəlmişik. Gəlin şəhidimizin ailəsi ilə yaxından tanışılaq. Orxan necə uşaq olub? Orxan çox sakit, mərfətli, qanacaqlı, müəllimlərin sevimlisi, kəndin sevimlisi. Onun xətir hamı çox istəyir və biraz böyüyənizdə çox vətənpərvər oğlan idi. Qəşət hərbi xidmətin çox gözəl xasiyyətnamə vermişdilər. Hərbi hissədən Yusuf canında sərhəddə xidmət eləmişdi. Çox yüksək nəticələrlə, tərifnamələrlə xidmətin başa vurmuşdu. Gəlmişdi, könüllü də getdi müharibəyə, vətənpərvərlik hissi onu oraya apardı ki, yox, mən mütləq vətəndardadır, gedirəm, mütləq ermənidən qisas alınmalıdır. Beləncə ola bilməz. Nə ilə elədir, saxlayanmadıq, hamıdan qabaq, səhər-səhər 6-da olduq bankomatda, hərbi komissarlıqda İsmail. Rəssalam, mindi avtobusa sağ olun, salamat getdi. Getdi də 44 günlük müharibənin 44-ündə də oldu. Şuşa döyüşlərində qəhrəmancasına həlak oldu. Döyüş yolu çox. Onun medalları var. Şuşa uğrunda, Xocabəndin uğrunda, Cəbrayılın uğrunda o yüzdə də var. Prezidentin fərmanından ölümündən sonra 6 dənə medal var. Tədif olundu. Bəli. Bugün də Orxan çox ehtiramla anılır həm kənddə, həm məktəbdə, həm rayon miqyasında. İndi sağlıq olsun özünüzə gələcəksən, görəcəksiniz onun haqqında işlədən səriyədə. Çox böyünləri. Biz qəbr üstündə onun məzarı öz kəndimizdədir, şəhidlər xiyabandadır. Daima, ha vaxt biz oraya gediriksə görür kənd cəmaatı yaşından, cinsindən asılı olmayaraq qəbri ziyarət edirlər, üstün silirlər, təmizləyirlər, güllərini dəyişirlər, heç bilmir kimlərdir. Təsadüf indi rastlaşdıq, olmazı görür. Ha vaxt gediriksə onların abisi iki şəhidi Tural Şıxzadə ilə bir yerdədirlər. Məzarları üstünü örtmüşük, qəşə evdir, belədir. Ancaq ha vaxt geçsin görərsən ki, bu yəqə süpürüb çıxıblar, silib çıxıblar. Onu edən kənd cəmaatı. Çox sağ olsunlar. Yəni Lətifov Orxan bizim şəhidimiz, hamının sevimlisi. Bəli. Büyünlərdə baxdı, indi kimlər soruşdu kənddə, yolda, irizdə hər halcı kövrəlməmiş qeyd edilməsi için. Çox istəyirlərdi. Bütün elə həm Tural Şıxzadəni, həm Lətif Orxan, həm ondan əvvəlki 1-ci Qarabağ döyüşlərində şəhidlərimiz var. Onlar hamısı ehtiramla anılır, həmişə, hər yerdə. Allah xalqımızı, dövlətimizi var eləsin. Qiymət verənlərə Allah qiymət versin. Mətbuat işləri daima var olsun. Əvvəlki gündən bugünkü necə və bugündən sonra da onların haqqında görürüz. Kitablar yazıblar, televiziyada verilişlər veriblər, mətbuatda verirlər, sosial şəbəkələrdə verirlər. Təmənnasız. Onlar öz hesablarına kitabda çıxardıblar. Dediyim bütün işləri təmənnasız heç bilmir ki, yardım edirlər, sağ olsunlar. Bütün mətbuat, Azərbaycan mətbuatı. İstəyir qadın olsun, istəyir kişi olsun, fərq eləmir, sağ olsunlar. Çox sağ olsunlar hamısı. Şəhidlər, çox sağ olun ata. Şəhidlər hamımızın şəhididir. Yəni, təkcə sizin oğlunuz deyil, bura yaxınlaşın ona zəhmət olmazsa. Yəni, şəhid anası olmaq bilirsiniz, həm çətin, həm də qürur verici bir hissdir. O hissi, yəni şəhid olan analar hiss eləyər, yəni ki, şəhid anaları hiss eləyə bilər. Balalarına fəxr eləyin. Siz vətənə sevgisi olan qəhrəmanlar yetişdirmişsiniz. Yəni, onların sevgi, yəni deməli, ana sevgisi var ki, onlar vətən sevgisindən yoğrulublar. Buyurun. Orxan haqqında nə deyərdiniz? Valla Orxan haqqında, Orxan kəndin xeyrində, şərində cəmaatın belə bir istəhlisi oldu. Elə bir ilahi tərəfindən ona bir qüvvə gəlmişdi. Harada görsəydim, amma filanca zəhmət edib, onun məzarında gedib iştirak edirdi, qazırdı, köməklik edirdi. Bir dəfə axırız dəfəsini gedəndə
deyiblər ki, Orxan gəzir. Deyiblər, nə olub, deyib, bəs belə. Yəni, o məzarda hava istəyirdi, qazıb qutarmaq olmadı. Gəlirdi ki, belə bilir, Orxan deyil, biri nə idi deyir. Yəni, Orxan həddən artıq, bax, gedəndə də burada Orxanı ora aparan qüvvə Çingiz Mustafayev milli qəhrəmanımız, Allah ona rəhmət eləsin ki, o Xocalı hadisəsini çəkdi, bütün dünyaya bəyan elədi. O hər dəfə uşağı o qucaqda görüb ağlayırdı ki, qışqıra-qışqıra ki, hay Allah. O elə bir ki, onu o qədər ağrıdırdı. Dedi ki, prezident bir fərman versəydi, gedib bir dəfə ya ölərdik, ya qalardıq. Dedim, əməlli danış, ana ürəyi yol vermir. Həqiqətən də, heç mən bir ana olaraq bilirdim ki, müharibə ölümdür, müharibə fəlakətdir, getməyini istəmirdim. Bunu açıqca deyirəm. Amma o getdi, mən onu saxlaya bilmirəm. Orada da şəkili var, avtobusda bir gedəndə əli idi. Hamıya deyir ki, mən getdim, siz də gəlin. Gəlin deyir, bir dəfə deyir, kafirlə deyir, biz sözümüzü kəsək. Həqiqətən də elə oldu. Elə bir millət, xalq, dövlət, ordu, elə birləşdi. Prezidentin ətrafında həqiqətən də bir dəmir yumruq var, ha. Millət, elə bir ki, kimin əlində nə var, hamı cəhbiyə birbaşa, heç kəsə deyilmədi ki, sən bunu gətir. Hamı yığıldı, cəmaat dəstə oldu, pul topladılar, ərzaq aldılar, kimin gücü nəyə çatdısa, hamısı cəhbiyə. Mən özüm də getdim, pul keçirdim. Orxan da oradaydı, tək Orxan yox. Bütün oradakı, orada əskər hamısı mənim balam oldu. Orxan 9 gün elə bir, bütün elə ki, müharibə başlayan gündən 29-u buradan yola salıb ki, 29-u günündən gedib müharibədə olub, döyüşlərdə olub. Axırıncı günə qədər Şuşa uğrunda gedən döyüşlərdə elə bir ki, qəhrəmancasına yaralılar çıxardanda şəhid olub, çox yaralılar çıxardıb. Döyüşlərdə, açıq döyüşlərdə olub. Yəni, mən belə fikirləşdiyimdən də Orxan artıq dərəcədə vətənpərvər böyüdübmüş. Mən heç onu bilməmişim. O, əskər xidmətində Ağdamda, Yusufcanlıda da 2-ci post olmuşdu. Yəni orada deyir, elə bir ki, deyirdin ki, ilahi bizə dəyməsinlər. Bunlar bir dəfənə qırıq çataq da, əl götürsünlər də bizdən də, millətimizdən nə istəyir? Mən bir onu deyirəm ki, Allah Teala müsəlman millətin qanıçıcı millət yetişdirməyib. Biz o verilən ağır suallar var, o ağır sualların olar cavabını almaq. Çünki o körpələr nə günahı var idi, bizim qocalarımız nə günahı var idi. Mən danışan olanda deyirlər ki, söz xətə. Deyirəm ki, elə o Xocalıda bizim İsmailli cəmaatdır, Diyarlı cəmaatdır. Elə də bizi də elə doğrayarlar. Elədilər onlar. Onlar yedik çörəklərinə qiymət verməyən adam. Sən illərlə bizim torpaqlarımızı qidalanın, istədiyiniz kimi. Hökumət dəymədi, dövlətimiz dəymədi onlara. Onlar özlərini hər cür şərait qurmuşdular. Bəs sən nə istəyirdin bizdən? İllərlə onlar bizim düşmənimiz. Qarı düşman dostu olmaz. Yenə düzdür, atəşkəs olub. Amma onlardan bizə heç vaxt dost ola bilməz. Çünki Azərbaycan xalqı həmişə çölçüb bir arxaya baxsın. 1918-ci il hadisələri. Bax, bizim kəndin özündə də onlar durğuzmadığı, onlar qırmadığı insanlar qalıb bu bəyəm. Elə. Hal-hazırın özündə də, onlarda yenə də o qüvvə olsa, Azərbaycan xalqına var Xəzər dənizinə tökər. Şükürlər olsun ki, bugün 1-ci Qarabağ müharibəsində şəhid olanlar, 18-ci ildə şəhid olanlar, hər bir şəhidlərimiz Allah rəhmət eləsin. O, 1-ci Qarabağ müharibəsi başlayanda indiki hakimiyyət o vaxt olsaydı, bizim bu boyda qırğınımız da olmazdı, itkinimiz də olmazdı. Çünki sözün bilən, işin bilən dövlət rəhbərimiz var. Yəni Heydər Əliyev az bir vaxtda, həmən vaxtda Heydər Əliyev yenə hakimiyyətdə olsaydı, hər halda ki, o boyda bizim orada o itkilərimiz qırılmaz. Ha vaxt baxırsan, yenə də şəhid gətirirlər. Necə, hamısı işgəncəylə. Silahsız olublar. Adı bizdən o silahlarını da yığır. Amma onları zəlzəladına gətirib silahlandırdılar. Bilirsiniz, bu nə deməkdir? Bu qabaqcadan görülmüş bir tədbir olub. O SSR dövlətli deyilən qurum var ha. Biz o qurumda yaşamışıq deyə, bizdə gedən əskəri gedənlər, hamısı Stroyvata, nədir Stroyvata, nədir bu bina tikindilər. Amma onlardan gedənlər, Bəxtiyar Vahabzadənin mənim yadımdadır. Birinci dəfə Heydər Əliyev dedi ki, cənab Heydər Əliyev dedi, bəli. Dedi, bizdən gedənlərin hamısı Stroyvata salıblar, dedi. Bizdən bir dənəsində gedəndə, dedi, orada salıb, dedi, o atmağı, o bütün nə var ki, orada ait, onu bizim əskərlərimiz, bizdən əskərliyə gedənlər, onlar heç biri onu bilməyib. Hamısı Stroyvata salırdı. Amma onların hamısını
Onu vayskaını öyrədirdilər, paraşüt öyrədirdilər, atıcılıq öyrədirdilər, vurmaq öyrədirdilər, hər bir şey, tankı, top öyrədirdilər. Amma bizdən Azərbaycana gedənlər o yox idi. Yenə şükürlər olsun bu günə ki, bizim Azərbaycanımız bu gün ayaq üstədir. Deyirsən, haqq nəzilərdir, üzülməz. Gezi tez biz o torpaqlar aldıq. Çox qanlar baxasına da olsa. Çox igidlərimiz getdi. Yəni bizim ailədən dolayı gedənlər var. Bəli, torpaqlar azad oldu. Millətimiz azad oldu deyərik. Millətimiz azad oldu. Bu var olan Azərbaycanımız var olsun. Yaşasın Azərbaycanımız. Yaşasın Azərbaycanımız, ölkəmiz. 2020-ci ildə bizə elə bil ki, korona əlaqədar dedilər iş olmayacaq. Gələndə mən bir aprel döyüşləri şəhidlərinə mövzu qoymuşdum. Bizdə Mikail Hadzadə var, 2016-cı ilin şəhididir. O şəhidə qoydum. Sonra mənə dedilər ki, sən çox sağ ol ki, bunu qoydun. Mən orada bir söz dedim ki, o gün olsun ki, bizim bu üç rəngli bayrağımız gözəl Qarabağımızda, ana beşikli ailəmiz Şuşamızda dalğalansın. Həqiqətən də bu gün bizim bayrağımız Şuşamızda, Xan kəndində, Qocalıda. Qocalı deyəndə mən yəni nəyi fikirləşirəm? İllərlə o torpaqlar güllü bağça olsa, o Süleyman Peyğəmbərin bağında olan güllərdən orada bitirsə, yenə də o dərddir. Kəlbəcərin Ağdaban kəndi var, bax oradır. Mən o televizoru açanda gördüm Kəlbəcərin Ağdaban kəndini verirlər, dəhşətə gəldim ki, sən nə qədər cəllad olursan, sən nə qədər faşist olursan ki, sən qocanı otun içinə yığ, otu yandır, uşaqları qocalara yandır. Sənin vicdanın, insanlığın nə qədər insanlıq ölərmiş, insanda nə qədər insanlıq olmazmış. Bax budur, adama ağırdan. Bizim əlimizdə Quranımız, başımızın üstündə Allahımız, başda da bizim prezidentimiz. Allah qorusun Azərbaycan. Allah o səngərdə gecəl gündüz ordumuz var, əsgər zabitlər var. Onlar Allah qorusun. Onlar Allah qorusun ki, bir dəfə dedilər ki, sual verilir, deyir, bura gələnlər deyir ki, deyirlər ki, vətən sağ olsun, axı uşağı ölür. Çünki elə danışmayın. Vətən sağ olsun, ordu, əsgər, dövlət qurumlarımız, prezidentimiz, onun ətrafında dedim, görürüz, Azərbaycan xalqı dedim, sıx birləşir. Dedi, sən ağlaya-ağlaya, dedi, sözü hardan tapdın? Dün mən düz deyirəm də. Bu gün Orxan şəhid oldu, bütün şəhidim. O demək deyir ki, bütün Azərbaycan balalar şəhid. Bizim nə igid oğullarımız. O vaxtda milli qəhrəmanımız var idi bizim çox. Sonra şeydən, o arada 2000-ci ildən sonra Çingiz Qurbanov var Qubadan. Mübariz İbrahimov var, Fərid Əhmədov var, Vüqar Mirziyev, Allah verdi Bağırov kimi canavar var idi orada. Yəni, onlar hamısı canavar üstəli oğlanlar idi. Əgər indiki hakimiyyət, bir yaxda dedim, indi də deyirəm, o vaxtlar olsaydı, ya o boyda bizim itkilərimiz olmayacaqdı, torpaqlar da o mənfurların ayağı altında olmayacaqdı. Bu günlər yenə Allah Taala bir də deyirəm, dövləti, dövlətçilik olsun. Çox sağ olun ana, çox sağ olun ata. Allah cəmi şəhidlərimizə rəhmət etsin, onların ruhu qarşısında baş əyirik. Üskü Xəbər Info və Inform Xəbər TV-nin baş direktoru Azər Xudayeroğlu, müxbir Şəlalət Cəfər qızı, informator Cəlal Eminov, İsmailli, Diyallı kəndi. Hər şəhid daşına bir deyəcəyəm, axan göz yaşına dur deyəcəyəm. Zamana müəmmaq sir deyəcəyəm, ağlama şəhid anası, ağlama. Zamana müəmmaq sir deyəcəyəm, ağlama şəhid anası, ağlama. Həyat yaranandan üzü qaradır, insanlar çoxalıb dünyada dardır. Dərdi olanlara təsəlli yardır, ağlama şəhid anası, ağlama. Dərdi olanlara təsəlli yardır, ağlama şəhid anası, ağlama.
vətən müqəddəsdir, qorunsun